Qızlar atalarının 60 yaşına kimi edə bilmədiklərini 25 yaşlı oğlandan tələb edirlər. Ömründə Şamaxıdan tərəfə keçməyən qız Maldivdə okean qırağında günəşlənmə xəyal eləyir. 01-də qucağında zəmbil gedən qız oğlandan BMW tələb eləyir. Ən çox da şəhərdə ev düşüncəsi düyün olub qalıb beyinlərdə. Nəyinsə xəyalını qurmaq eyib deyil, amma bunu qarşındakı oğlandan tələb eləmək acizlikdir. Ömründə pətək görməyən, şor yeyən birindən doşab bal istəyir. Razıyam, bu biraz potensial söhbətidir. Oğlanda olmalıdır. Sən də sevirsən və düşünürsən ki, gələcəkdə edə bilər. Bu başqa məsələ. Amma sırf tələbə çevrilməməlidir. Hazırki dövrdə iki cür qız var. Bəzi qızlar var, deyir, oturacam, ayağımı uzadacam, Hakuna Matata. Oğlan səhərdən axşama kimi işləyib mənim xəyallarımı reallaşdırmalıdır. Bəziləri də deyir, həyat yoldaşımla bir yerdə çiyin-çiyinə verəcəm, gələcəkdə hər şeyim olacaq. Mən anlamıram ki, bəzi qızlar niyə evlənəcəyi oğlana Nuhun gəmisi kimi baxırlar? Çıxış yolu niyə onda olmalıdır? Onsuz da sevən oğlan əlindən nə gəlirsə hamısını edəcək. 30 yaşına kimi ən böyük uğuru iPhone-un ən sonuncu modelini almaq olan qız oğlanı qınayır ki, niyə şəhərdə evin yoxdur? Yaxşı, o edə bilmir, sən elə. Yaxud da edənlər necə etmişsinizsə yolunu öyrədin, o da eləsin. Ona görə əziz xanımlar, qarşımızdakı oğlandan nəsə tələb edəndə ən azından bir balaca empatiya quraq. Xəyallar yox.